Deməli, verilmiş naməlum duzun 1 molunun dissosiasiyasından alınan ionların miqdarı qrafikdə verilmişdir və buna görə duzun dissosiasiya dərəcəsini müəyyən etmək tələb olunur. Öncəliklə gəlin bu naməlum duzun dissosiasiyasını yazaq. X2CO3 dissosiasiya etdikdə birbaşa yazırıq 2 mol X ionu və 1 mol CO3 karbonat ionu əmələ gəlir. Cəmi əmələ gələn ionların sayı 3 moldur. Burada isə qrafikdə görürük ki, 0,2 mol karbonat ionu və 0,4 mol X ionu əmələ gəlibdir. Deməli, toplam cəmi 0,6 mol ion əmələ gəlibdir məhlulda. İndi bunun dissosiasiya dərəcəsini hesablamaq üçün yazırıq. Alfa bərabərdir. Məhlulda əmələ gələn ionların sayı 0,6 moldur. Ümumi ionların sayı 3 moldur və bunu da vururuq 100%-ə. Cavab alırıq ki, dissosiasiya dərəcəsi 20%-dir. Beləliklə, burada doğru cavab C bəndi olacaq.